Esselamu Aleyküm ve Rahmetullah. Deməli, bugünkü mövzumuzun adı Abdülhaşimin sahabələrindən biri məni hədələyir. Adını nur, sülh, əminamanlıq, din olaraq altında insanları hədələyir. İnsanlara qarşı görün nələr danışır, nələr. Abdülhaşimi yani tanıyırsınız, bu yalancı bir dinin rəhbəri, namaz yox, oruç yox, zəkat yox, hicab yox, içki var, üzdən iraqlıq var, kişi ilə kişinin evlənməsi var, həc yoxdur, üzü qibləyə yoxdur. Bir sözlə bir şərəfsiz bir dinin içərisində olacaq insanlardır. Aşurdur. Tanış eləyim size. Avropada oturur. Bunların qardaşlarını Azərbaycanda, Azərbaycan dövləti haqlı olaraq tutdular. Bunlar belə deyək də İslamda olmayan bir Avropadan Azərbaycana gətirmək istəyirlər. Hələlik sosial şəbəkədə fəaliyyət göstərdilər. Azərbaycan içərisində də ümumi olaraq açıq dəvətə girmişdilər. Həmd olsun Allaha ki, onların dəvətin qabağı alındı. Mövzu nədir? Mövzu bu günləri Aşurla mənim aramda bilirsiniz. Bilməyənlər bilsin, bilənlər zaten bilir. WhatsApp'da müzakirələrimiz olmuşdu. Çox əxlaqsız, çox terrorçu olacaq bir dindi. Elə Aşurun elə özü də terrorçudur. Görün mənə nələr deyir. Ay bədbəxt. Sənin bəlalar üstünə elə gələcək ki, altından qaçamıyorsun. Öləndə də Allah Allah deyib öləsən. Yazıq sənə. Səni ilə Allah salaram ki, sənin Azərbaycanda əlimdən heç kim olanmaz. Nəysə, mən sənin atıram bloka. Get nə qələt eləyə bilirsən elə günə. Yaxşı, ürəyin nə istəyir ged elə günə. Ay bədbəxt. Yalandan özü artistliyə qoymur. Mikrofonun açılmışdı, yalından çıxıb qalmışdı, ağza gələnin deyirdim bizim haqqımızda. Sənin kişiliyin çatmaz mənim üzümə deyəsən. Sənin dilvi boğazından çıxardaram, başımı da qiblənin tərsində kəsərəm. Başa düşdün? Sənin dilvi boğazından çıxardaram, başımı da qiblənin tərsində kəsərəm. Başa düşdün? Bizim haqqımızda. Sənin kişiliyin çatmaz mənim üzümə deyəsən. Sənin dilvi boğazından Sizdə kişilik var. Kişi ilə kişinin cinsi əlaqəyə girməsini sənin Abdülhaşimin icazə verib. Sizdə kişilik var. Üzdən iraqlarla oturub durursunuz. Hicab yox, içki halaldır. Zina olar və s. və s. Sənin sənə sifətvə də deyərəm, Abdülhaşimin sifətinə də deyərəm, hamınızın sifətinə deyərəm. Elə həmişə də demişəm, canlı yayımlarımızı çıxmışam demişəm. Siz kafirsiz, qalima kafirsiz siz. Kafirsiz. Baxın, hörmətli izləyicilər, yəni bunlar hansı dindədirlər ki? Bunlar yəni sülh dinindədirlər. Mənim başımı kəsər. Sən vallahi heç nə eləyə bilməzsən. Sənin kimi milyonları gəlib o sözü uzaqdan uzağa deyib, kəsərəm, qıraram, mən nə bilim öldürərəm, evə girə bilməzsəm, padezdə tutaram, mən nə bilim bıçaqlayaram və onlardan da biri sən. Münafiqin sifətlərindən də biri budur ki, onlar çox danışarlar, əməl etməzlər. Deyirdim bizim haqqımızda. Sənin kişiliyin çatmaz mənim üzümə deyəsən. Sənin dilvi boğazından çıxardaram, başımı da qiblənin tərsində kəsərəm. Başa düşdün? Adamın üzünə deyənmədiyin sözü arxası deyəm. Sizin bütünlük olaraq sizin qrupda, Azərbaycanda hamınızın sifətinə nə layiqdirsə onu demişəm. Bu Avropada oturan deməli tanıyırsınız da bu üzdən iraqlığı təbliğ eləyən Abdülhaşim kafir böyləridir. Yəni bunu tanıyın inşallah. Və həmçinin də bunların səslərini qoyacağım inşallah mən Allahın izni ilə. Bu adam kimdir? Tanıyırsınız da. Aşur
Bax bu insandır. Bu insandır mənim başımı kəsən, dilimi boğazımdan çıxardan, özlərini sosial şəbəkədə məsum göstərirlər. Terrorçudular bunlar. Allah sizi məhv etsin. Amin. Homoseksuallığın özlüyündə haram olduğunu deyən heç bir hökm və ya fətva verməyi belə rədd edəcəyimi bildirirəm. Bunu bugün etməyəcəm. Homoseksuallığın özlüyündə haram olduğunu deyən heç bir hökm və ya fətva verməyi belə rədd edəcəyimi bildirirəm. Bunu bugün etməyəcəm. Mənə Zərbə, Elçin. Qaldı sən sualın cavabına. Yəni ki, səsimi eşidirsən. Abbas Sadiq Abdullah Haşim Rəsəm, Ayət Həkim. Bir dənə, onu deyim, yekunlaşdırım da. Olmaz. Yox, sən bununla nəyi yekunlaşdırırsan? Görürsüz cavab verə bilmiş. Bir dəfəlik deyil ki, sizin dində üzdən iraqlıq icazə var da. Allahın elçisi də özü bilər. Sən nə danışırsan? Allahın elçisi özü bilər. Bu qədər yaxşı eləyir. O sənə dəxli yox. Ay sağ ol. Ay Əfqan, sən Vur. nə eləyirsən? Təzədən gir. İcazə verir. Sən Allah çıxartdılar məni. Subhanallah. Gördüyünüz kimi Mənə Zərbə, Elçin. Qaldı sən sualın cavabına. Yəni ki, səsimi eşidirsən. Abbas Sadiq Abdullah Haşim Rəsəm, Ayət Həkim. Bir dənə, onu deyim, yekunlaşdırım da. Olmaz. Yox, sən bununla nəyi yekunlaşdırırsan? Görürsüz cavab verə bilmiş. Bir dəfəlik deyil ki, sizin dində üzdən iraqlıq icazə var da. Allahın elçisi də özü bilər. Sən nə danışırsan? Allahın elçisi özü bilər. Bu qədər yaxşı eləyir. O sənə dəxli yox. Ay sağ ol. Ay Əfqan, sən Vur. nə eləyirsən? Təzədən gir. İcazə verir. Sən Allah çıxartdılar məni. Subhanallah. Gördüyünüz kimi Biz daima onların yanında insanlıkta qardaşlarımız olaraq duracağıq. As fellow human beings, Onlara hörmət edirik, onları sevirik. Bugün hər birinə dərin bir sevgi mesajı göndəririk. to each and every one of them today. We extend our hand Onlara əlimizi uzadırıq. to join Əgər inancımıza qoşulmağı seçsələr, bu gözəl bir şeydir və onları aramızda görməkdən qürur duyuruq. choose to become believers in our faith, then we also Əgər inancımıza inanmağı seçməsələr, o zaman biz də onlara insanlıqda qardaşlarımız qədər eyni miqdarda sevgi və hörmət göstərməyə davam edərik. pray and hope Və biz for onların hamısı üçün and for uğur, blessing, bərəkət, sülh və rifah diləyirik və dua edirik. for all of them. Biz bu əməlin tam olaraq bu olduğunu deyən bir fətva yaymağı rədd edirik hətta. The very act even Bugün biraz da irəli gedəcəyəm. today, you know, since Çünki bu mövzu çox müzakirə olunur. too much. I'm going to say that I'm going to refuse even to